Salam, hər vaxtınız xeyir olsun YouTube kanalı izləyiciləri. Bu günə çəkib gəlməyəcəyimiz həyətimiz Xırdalan şəhərində ekoloji cəhətdən təmiz havası olan 109 nömrəli marşrutun son dayanacağının yanında yerləşir. Dəyərli izləyicilər, həyətimizin həyətinə başladıq çəkilişə. Geniş həyəti var, ümumi sahəsi 2 sot olar. Dəyərli izləyicilərimiz, 2 sota yaxın bir həyət evidir. Həyətinə rahatlıqla 3 ədəd maşın girir, dəyərli izləyicilər, arxa-arxaya. Gördüyünüz kimi. Burada həyəti, evimiz gördüyünüz kimi paket kirişadır. Böyük evdir, dəyərli izləyicilər. 3 daş kürsüdən ibarətdir, 3-4 daş kürsüdən ibarətdir. Hündür bir ərazidir. Burada yağış daxildən olmur, dəyərli izləyicilər, nəmişlik olmur. Yəni yağış suları qalmır burada, belə deyək. Çəkiş edərək həyətimizin içərisində daxil olaq. Bura oldu dəhlizi, belə bir dəhlizi var, qapıdan girən kimi. Sağ cinatda belə bir sancı yerləşir. Sənəd bələdiyyə qiymətləndirmə, qaz, su, işıq hamısı dəyərli izləyicilər. Asan xidmətdə, Asan Kommunal şöbəsində yeni sahibinin adı keçəcək. Bura oldu qonaq otaqlısı, həm də zal studiyadır. Genişdir dəyərli izləyicilər, harasa bir 6 metr uzunluğu olar. Hər halda ki, 4 metr yarımında çox eni olar. Burada oldu ikinci bir otağı. Evdə işıqlar yanmadığı üçün qaranlıq görsünə bilər. Bura oldu üçüncü bir otağı. Hər bir otaqların gördüyünüz kimi adlı pəncərəsi var. Mənə çox gözəl evdir, genişdir. Döşəməsi taxtadır. Qiymətli şərh bölməsinə gedəcəm, dəyərli izləyicilər. Real alıcıya evə başdan sonra yerində endirmə olacaq. Xırdalan şəhərində 109 nömrəli marşrutun son dayanacağının yanında yerləşir. Evdən çıxdıq, marşrut görsənir. Yaşlı obyektləri əhatəsindədir. Dəyərli izləyicilər, bu günlük bu qədər. Qiymətli şərh bölməsinə gedəcəm. Sağ olun, satışda başqa evlərimiz də var.